أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين وهو خير ناصر ومعين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين آمين يا رب العالمين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Qolmuş şeytanın şerrinden Allah'a sığınıram, Rəhman, Rəhim olan Allahın adıyla. Allah'ın salam ve salavatı olsun Peyğəmbər və onun pak əhli beytinə. Salam əziz tələbələr və dəyərli qonaqlar, biz izləyən həmvətənlərimiz, hər birinizi xoş gördük. Bu Şəban ayının gözəl mövludlarının gecəsində Allah namaz, oruc və dualarımızı qəbul eləsin, Şəban ayımızı bərəkətli, ruzlu eləsin. Bu ayımız, bu ilimiz hamımıza uğurlu olsun. Allah yolun gözlədiyimiz 12-ci mamımızın gəlişini tezləşdirsin. Xəstələrimiz var, Allah hər birinə şəfa versin, xüsusən də qazi əzizlərimizə. Allah əsərimizi qorusun, Allah bizi daha da mehriban eləsin, elmimiz artıq, imanımız kamil olsun. Və o insanlar ki, canı ilə, malı ilə, ölkənin, dünyanın harasında olursa olsun, İslam dininə xidmət edirlər, maddi, fiziki, mənəvi, belə bir təşkilatçılıqla Allah hamısının duasını qəbul eləsin. Mən öncə minnətdaram, dəvət etdiyiniz üçün Allah sizi var eləsin ki, az müddətdə belə bir, maşallah, həqiqətən böyük işlər görülür. Bu da niyyətin saflığı və təbii ki, düzgün istiqaməti nəticəsində olur. Allah hamımızı uğur eləsin. Allah hamımıza bu illəri Məşəd, Kərbəla, Ərbəini, Həc, Ümrə, Suriya ziyarətini qismət eləsin. Amin. 31 yanvar İmam Hüseyn əleyhissalamın övladı Əli-Əkbər əleyhissalamın təvəllüd günüdür. Adı Əli idi. Atası İmam Hüseyn əleyhissalam, anası Leyla, künyəsi Əbul Həsən, ləqəbi Əkbər. Təbii ki, ləhcəmizdə Əkbər, amma Əkbər, Kırnandır da, ləhcəmizdə iki deyirik. Doğum tarixində şəhərində, şəhadəti Kərbəlada və qəbri Kərbəlada, Allah'a məqsəmət eləsin. Neçə il yaşı barəsində fərqli fikirlər var. 17, 18, 19, 20 və 25 il yaşaması barəsində fərqli nəzərlər var dəyərli alimlərimizin fikrində. Xalqan, xolqan, məntiqan. Hər bir İmam Peyğəmbərin xüsusi bir titulu deyək kimi, bəzəyi, özəlliyi olub. Məsələn, Əli-Əkbər əleyhissalamın xalqan, xolqan, məntiqan. Həm sima baxımından, həm danışıq baxımından, həm də əxlaq baxımından Peyğəmbərə oxşayardı. Mən öz qeydlərimdə paylaşmışdım, mən bəzisini qeyd etdim vaxt təbii ki, müqabilində. Əli-Əkbər əleyhissalamla Muaviyyənin məsələsi var. Bir gün Muaviyyə öz yaxınlarına deyir ki, sizin nəzərinizə görə xilafətə və rəhbərliyə ən layiqli şəxs kimdir? Deyirlər ki, biz sizdən başqa heç kimə layiq bilmirik. Ən layiqli şəxs elə sizsiniz. Muaviyyə deyir ki, yox, elə deyil. Bu rəhbərdir də, bunun kifayət qədər hiləsi var, bacaracağı var. Bilir ki, bunlar yaltaqlıq ünvanında mənə deyirlər. Dedi ki, yox, elə deyil. Xilafətə ən layiqli şəxs Hüseyn oğlu Əli-Əkbərdir. Çünki o Bəni Haşim şücaətini, Bəni Ümeyyə səxavətini və Səqif qəbiləsinin gözəlliyini özündə cəmləşdirmişdir. Ortaya sual çıxır, əgər belə idisə, bəs nə üçün xilafəti oğlun Yezidə verdin? Təbii ki, fərqli mövzuda danışmaq olar Əli-Əkbər əleyhissalam barəsində. Mən təbii ki, mövzumuz sırf o deyil, amma onun üzərindən gəlib danışacağım. Bunlar nəcür olur ki, çatırlar bu pilləyə. Məsələn, Əbbas əleyhissalam barəsində müxtəlif rivayətlər var və keçən mən dəyərli əzizlərimizin birindən webinar belə vardı, orada danışdım. Dedim ki, Əbbas ilə nə idi? O ki, bütün şəhidlər onu qibtə edirlər, onu bu məqama çatdıran məsələ nə idi? Nə oldu da bu?
Dedi ki, cavab odur ki, İmam Hüseynin layiqli xidmətçisi idi. Vəssalam. Ağası odur, ağası nədir? Qəbul edirdi. Qardaşlığı öz yerində, qardaşı başqa, amma bu dini cəhətdən bunun rəhbəridir. İmam Həsən, İmam Hüseyn canlı nümunə. Musa Peyğəmbər, Harun Peyğəmbər canlı nümunə. Qardaşlar, rəhbərlik Musa Peyğəmbərdir. Musa tabiidir. Olsun Peyğəmbərdir. İmam Həsən, İmam Hüseyn əleyhissalam var. Hər ikisi imamdır. Biri imamət məqamında, yəni ki, rəhbərlik. İmamət yəni rəhbərlik. İmam yəni ki, onun nümayəndə, ondan sonra gələn adam. İmam Hüseyn ona tabidir. Baxma ki, qardaşıdır, o öz yerində, bu dini məsələdir. Əl-Əkbərin bəs bu məsələsi necə oldu? Bu cavan bir 17-dən aşağı deyil, 25-dən yuxarı deyil. Və dediyim kimi yaşının miqdarı. Ki, orada Kəvla bilirsiniz də, Kəvla hadisəsində ölüm sərcin necədir? Dedi, baldan da şirindir. Əbbas əleyhissalam İmam Hüseynin layiqli xidmətçisi və davamçısı deyək, onun yolunu gedən, onun yoluna şəhid olan, layiqli xidmətçisi olduğu üçün o məqama çatdı ki, bütün şəhidlər Əbbasa qibtə eləyirlər. Var paxıllıq, var qibtə ki, fərqini düşü bilirsiniz. Bəs Əl-Əkbər, bax, soruşur da bundan ki, səhər üçün nəcirdir ölüm? Deyir, baldan şirin. Dərk etdiyi üçün bu yoldadır. Dərk etdiyi üçün o sözü deyir. Və sözdən bir var ki, dillə desin, bir var ki, əməldə onu göstərdi. Sonra, və bu rəhbərinə tabi olduğu üçün sonu şəhid olur. Belə bir mən mövzu qoyum, düz sırf Əl-Əkbər haqqında deyil, ümumi mövzudur. Bilirsiniz, mən həmişə sırf mövzu, şablon söhbətlər ki, Allah hamımız bilir, yeni daha çox buna meyilliyəm ki, başqa istiqamətdə. Düz indi hara Fransaq insan gəlib çıxır Kəblə hadisəsinə. Məsələn, biz burada danışa bilərik, məsələn üçün, valideyn haqqından, övlad haqqından, gözəl övlad yetişir evdə, Əl-Əkbər kimi adı elə olsun, əxlaqı belə olsun, ailədə övlad belədir, ondan danışmaq olar. Allah şu hamımızı bilirsiniz. Bu Kəblə demişkən, belə bir sual var. İlk öncə hədisi deyim. Hədisdə var ki, hər bir valideyn boyundadır ki, övladına gözəl əxlaq öyrətsin, ona Quran oxumağı öyrətsin və ona gözəl ad qoysun. Elə bir ad ki, o sabah böyüyəndə, çıxanda cəmiyyət içərisinə, onu o adla çağıranda utanmasın. Mümkün mənim xanımdır və bir bəydir, ona bir elə adla çağırırlar ki, uşaq utanır. Valideyn boynuna qalır ki, bu nə addır uşağa vermişsən. Əli-Əkbər, Əli-Əsğər, Əli-Əvsət. Hər üçü Əli adında, Əkbər, Əsğər, Əvsət, böyük, balaca, orta ləqəblər isə bu üç nəfərin ləqəbidir. Bu Əli Əkbərdir. Böyük Əkbər, anası Leyla, atası kim? İmam Hüseyn əleyhissalam. Zaten belə bir sual verirlər. Gəlir, mən danışsam övlad valideyn münasibətindən, Allah hamımız daha da çox bilirsiniz. Bəlkə dəqiq bilirəm ki, məndən çox bilirsiniz ki, övlad tərbiyəsi, valideyn tərbiyəsi, belə tərbiyə ilə uşağın Əl-Əkbər kimi olsun, bu bilirsiniz də bunları. Belə bir sual da verilir. Əgər məsələn biz danışırsa sırf ad mövzusundan, gözəl ad təyin olunsun. Kəblə hadisəsində isə Kəblədən qabaq belə bir gedişat vardı. Bəzi siyasidir, bəzi ideoloji. Məsələn, Əli əleyhissalam öz oğluna bir dənə adı qoyur. Adı Osman. Keçir üstündən müddət ta bugünkü dövrə qədər. Kəblə hadisəsində imamlarımızın övladları orada şəhid olurlar. Əbu Bəkir, Ömər, Osman adlarında. Deyir ki, yaxşı. Və tərəf, bizim özümüz gözəl addır. Ad demişkən, gəlib çıxır həm o şübhəyə. Və tərəf bizə başqa şübhələr deməyə ki, bunların bunlarla əlaqəsi yaxşı olduğu üçün onun adını buna qoyub. Təbii ki, bu sualla siz dəqiq rastlaşmışsınız və bu sual sizə veriblər, şübhə ünvanlı hətta. Ki, məsələn, İmam Əli öz oğlunun adını Osman qoyubsa, deməli, o Osmanla bu adamın problemi olmayıb. Burada suallar var. Əvvəl demişəm, biz sırf din dərsi almırıq, biz səthi oxumuruq və dərindən məlumatlanmalıyıq. Belə də həvəssalam da, yox, elə deyil. Əvvəla sən gəl mənə elə sübut ki,
İmam Əli əleyhissalam oğlun adını Osman qoyub 3-cü xəlifənin adı niyyəti ilə. Bir fakt var, belə bir fakt var əlimizdə. İmam Əli əleyhissalam onun adı niyyət ilə qoydu oğluna. Fakt var? Yox. Başqa fakt var ki, İmam Əlinin yaxın dostu olub, adı Osman ibn Məzun. O, dünyasını dəyişəndən sonra onun şərəfinə, onun adını qoyur oğluna. Bu tarixi var. Tarix olan şey tərəf qəbul eləmir, tarix olmayan şey qəbul edir. Demirlər ki, əvlada, bəli, Əbubəkir, Ömər, Osman adları, orada şəxslər olub. İmamlarımızın övladları, qohumları və s. Amma əlimizdə nə qədər məlumat var? Bizim məlumatımız çox azdır Qasim haqqında, Əl-Əsğər haqqında, Əl-Əkbər haqqında. Çox azdır. Hələ o az olanlara biz danışırıq neçə əsrlərdir. Hər ad, baxma ki, orada məsələn 2-3 dəqiqəlik bir məsələn deyə çıxışdır. Amma hər 2-3 dəqiqəsində orada hər kəlməsinin bir izahı var deyə əxlaqa və ideoloji baxımından onlar əslində bu izah olunur, təfsir edilir. İndi o barədə bizim yoxdur məlumatımız. Axı biz hər şey barəsində yoxdur məlumatımız. Orta faktlar qoy, etibarlı rivayətlər, doğru hədislər, səhih sənədlər ortaya qoy ki, burada o adamlar olub, o adlar, İmamlarımızın övladlarıdır. Və onların belə şücaətləri oldu, axıra şəhid oldular. Bir boşsuza. Bizə maşallah elə şey yaxşı. Biz ağladaqda cəmaatı, nə ağladılar ki? Əbəkir belə etdi, Ömər belə etdi, Osman belə etdi, şəhid oldular. Bizə məlumat verir, maraqlı və etibarlı sənədlə, etibarlı mənbəylə bir danışaq, Rozədə, Mərsiyədə, şeirlə bəstələyib. Əlimizdə məlumatlar yoxdur axı. Allahın adlardan başqa heç bir ad xüsusi deyil. Allahın adları 2 hissəyə bölünür də, xüsusi adlar var, ümumi adlar var. Məsələn, Rəhman adını qoymaq olmaz övlada. Bu xüsusi addır. Rəhim adını qoymaq olar övlada. Quranda əməz var, Peyğəmbər haqqında sən rəhimsən. Adda var ki, xüsusidir, adda var ki, umumidir. Hansı adlar xüsusidir, hansı adlar umumi, o mən bilmirəm. Çox soruşmuşam hətta böyük bir alimlərdən ki, belə bir qrammatik qanun deyək mi, müəyyən faktlar ki, biz hardan bilək ki, bu ad xüsusidir, bu ad umumidir. Bu üçün bəlkə biz ideoloji bəhs aparsa, əqaid bəhsləri mənası müəyyən bir şey anlaya bilərik. Xırda, təfsirinə əsasən. Amma belə filan faktora əsasən, bu göstərişlər onda olsa, bu xüsusi ümumi addır, belə bir düstur yoxdur. Amma adın özündən müəyyən bir şey anlamaq olur. Allah adlardan başqa heç bir ad xüsusi deyil və sığortalanmayıb. İmam Əlinin övladına Osman adını qoyulması, demək o Osmandır, sübut var. O Osman ancaq budur, ad sığortanı, ancaq adı bu malik olmalıdır, başqa da qoymalı deyil uşağa. Bizim bu adlar düşmənçimiz yoxdur, çünki ad başqa, şəxs başqa. İmam Zamanın nümayəndələrindən birinin adı Sədin oğlu Osman olub. Onda bunun da adı onun şəhərindən qoyulub, var sübut. İmam Həsənin oğlunun adı Əmr olub, Əmr. Bizim yadımızdadır, Xəndək müharibəsində Əmr ibn Əbdüvvədin qətli İmam Əlinin əli ilə. İndi onun adı bunun şəhərindən qoyulub, yəni bundan məntiqdir ümumiyyətlə. Bizim bəzən belə zehnimizə müəyyən şübhə atırlar, biz deyək ki, məsələn, savadsızlıq baxımından deyək, emosional yanaşırıq və yaxud da hissi, sevgimiz filan, qorxuruq inanmayaq, inanmasaq filan şey olar deyə inanılır. Doğrudan da məsələn, bunun adı Əmr olub. İndi bu deməkdir ki, düşmən qoşunda olan şəxsin adının şəninə İmam Əli İmam Həsən öz oğlu adını Əmr qoyub. İmam Əli bir kişi öldürür, adı Əmr. İmam Həsən oğlundan qoyur, adı Əmr. Yəni İmam Həsən bu zalimin adını qəsd edib, niyyət edib oğlundan qoyub. Yəni bu kimsə gülünc ən azından ki, bu nə faktdırsa. Yəni bu fakt ümumiyyətlə. Nəyə əsasən? Mən bir şey deməsin, düşərmə, soyadından çıxar, yenidən deyim. Məsələn, tövsiyə xarakterli həmişə məsələn demişəm bunu, bir çox təbii tövsiyə. Bizim mən o həddə deyiləm ki, açıq mən təvazö eləmirəm ki, mən gəlim tövsiyə verim, yol göstərim. Yox, sadəcə olaraq bildiyimizdən, eşitdiyimizdən, dəyərli alimlərdən, ağsaqqallardan düşüncəmizin islahı.
düşüncə. Düşüncəmiz bizim doğru olmasa, əqidəmiz səhv olacaq. Nəticəmiz səhv olacaq. Bir düşüncəni doğrulayaq. Yəni biz düşüncəmizə hakim kəsilməliyik. Sənin zehninə filan şey gəlirsə, həm də bunu qəbul etməli deyilsən. Gəlir zehninə. Sən düşüncəyə hakim olmalısan. Sən yəni nə? Sən o ruhun. Hər bir insan bir mən deyilən bir xüsusiyyəti var da əxlaq elmində. Yəni sən ona hakim kəsilməlisən ki, sənin beyninə gəlir məlumatlar, gözlə görürsən, eşidirsən, hiss edirsən, normal. Həm də qərar qəbul eləmirsən. Yanaşsan emosional yanaşsan, ziyan olacaq. Düşüncəyə hakim kəsilmək. Doğru düşüncə, doğru nəticə və xoşbəxtlikdir, rahatlıqdır. Səhv düşüncə, səhv nəticə və narahatçılıqdır. Vəssalam, bu bir. İkinci, dil məsələsi. Qarşıdan, inşallah ölməsə qalsa, orucluq ayə gəlir. Çalışaq ki, sənə sual verilir orucluq ayından. Səfərdəyəm, üzr istəyirəm, qusul məsələsi var, orucun pozulur, pozulmadı. Bilirsən, de, xidmət elə dinimizə. Bilmirsən, sus. Bax, bizim bugün problemimiz, əvvəl demişəm, hamı bizi danışmaq istəyir. Danışaq, niyə danışmayaq? Elm olduğu halda danışaq. Mənə də sual verirlər. Bilmirəm, soruşuram bilənlərdən, baxıram mənbəyə, deyəm ki, baxdım, cavab budur. Yəni, mən orada bilmirəm deyəndə, orada mən öləcəm, mən düşəcə paqonum orada. Əksinə, bilmirəm deməli, elmin yarısını bilmək deməkdir. Elə hər şeyə mən bilirəm, hər şeyə. Bir var ki, biləsən cavab verirsə, başqa məsələ. Bir var ki, bilmədiyin halda, orada batildir, eybi yox, bunu elə, ay məsələn, sən xanımdır, aləlidir, məsələn, əri 4 ay yoxdur, vəssalam, sənin kərin pozulur və kəmin kazıncır, avtomatik sənin kərin pozacaq və s. 1000 dənə belə şübhələr, iddialar var orada ki, yəni bəzən mən demişəm həmişə, biz bilmirik ki, aparaq mübarizə. Filan əqidə malik insanlarla, əqidəsi qeyri-şiədir və ya bizim öz əzizlərimiz ki, nə gəl danışırlar. Bu da böyük günahdır, ha. İmam, Peyğəmbərin adına yalan danışma orucu pozur. Bilirsiniz, bir neçə şey orucu pozur. Olan bir də Allahın, imamın, Peyğəmbər adına yalan danışmalıdır. Bilmirəm, baxıram, deyirəm. İman artmağını istəyirsənsə, sən özü sındırmalısan. Sındırması elə şey olmayacaq. Mümkün sənin, hətta məsələn üçün deyək, müəllimin səndən yaşı kiçikdir. Amma savadlıdır, özü sındırmalısan. Allah qatında böyümək üçün özü aşağımalısan. Allah qatında böyümək üçün özü böyük yaparsan, inkişaf olmayacaq. Qada orucluq ayə gəlir, yəni bunu özümüzdə vərdiş etdirmək üçün əla bir şəraitdir. Dilimizə sahib çıxaq. Başımıza gələn bəlaların bizdə bir çoxu dilimizdəndir. Dilimiz deyir, ağımıza gizlənir, vurulan, döyülən, söylən bədəmiz olur. Cəhənnəmdə bir neçə dəstə var ki, onların ora düşənlərin bir neçə faizi, bir çox faizi lovğa insanlardır, gözəlliyinə, elminə, oratoriyasına, nəyinə və s. Bir dəstə insan ora düşür dilinə görə. Dilvə yiyəli etməyən adamdan nə möminlik olacaq? Mömin var, münafiq var da, orada şərtləri var. Yalan danışan, vədəyə xilaf çıxan, sözə əməl etməyən, bu münafiqdir. Mömin nədir? Bunun əksidir, düzgün danışır. Düzdən istisna hallar, məsələn, üçün var insan yalan danışır, o heç, ona işimiz yoxdur. Amma onun qanununda budur. Özümüzü yoxlaya bilərik ki, mən mömin deyiləm. Sual verirlər, bilirsən, de, bilmirsən, sus. Nə çətin bir şey var burada. Mən sualdan bilmirəm, baxam Risaləyə deyirəm, mən benim komuter deyil, mən İmam Peyğəmbər deyiləm, mən beynimdə o qədər məlumatlar olsun, bildiyimi deyəm, bilmirəm. Məsələn, mən sual və orucluq ayından səfərə çıxıb, 3 gün, orada 5 gün, orada 15 gün qalıb, məsələ qarışıqdır da, mənə cavab gözləyir. Həm də mən cavab versəm, bilməsəm, günah qalıb mənim boynumda, əməl etsə də mən o cavab deyəm. Mən özümə gücəm, cavab deyəm, qalmışı buna. Düşüncəyə hakim olmaq, dilə hakim olmaqdır. Digər məsələ, İmam-ı Sadiqin Yəzid oğlu Şimr adında sahabəsi olub. Mövzumuz addır da, adlar məhəbbəti bildirir ümumiyyətlə. Mövzumuz budur. İmam-ı Sadiqin Yezid oğlu Şimr adında sahabəsi olub. Yəni bu adam, Yezid adlı bir kişi, öz oğluna Şimr adı qoyur. Yəni o İmam Hüseyin başını kəsən Şimrin adını qəsd edir, buna qoyur. Yəni bu nə sözdür yəni?
Məgər adı qoymaqlıq sevgini bildirir ümumiyyətlə. Adı qoymaq sevgi demirsiniz. İmam Peyğəmbər adlarını məsələn belə qoyurublar. Burada biz elmi danışırıq, ha. Biz burada şəxsi müəyyən bir məzhəbən danışmırıq. Danışıq ümumi bir burada araşdırma, elmi araşdırmada qısa da olsa. Demirsiniz adı qoymaqla sevgi bildirir, yaxşı. Bəs nə üçün oğullar övladlarına Həsən, Hüseyn adını qoymurlar? Demirsiniz ki, İmam Əli, İmam Həsən, İmam Hüseyn kim onlar övladlarına onların adları, elə o tipli adları qoyublar. Adlarını qoyublarsa, deməli onları sevirmişlər. Deyir ki, bu düzgün deyil. Yaxşı, yaxşı. Bəs onlar niyə qoymayıblar? Niyə qoymayıblar? Öz övladlarının adını Əli, Həsən, Hüseyn. Əgər ad qoymağa sevgi bildirirsə, bunlar qoymayıblarsa, deməli nə? Düşürüz toruna, deməli sevməyiblər də. Əgər sən bu istidlal dəlillərin, o gətirdiyin argumentə həqiqətdirsə, mənə sevməyiblər. Məsələn, 2-ci xəlifənin tarixində var, məndə hamısı var, mənbə, mən ola dəqiq demirəm. 2-ci xəlifənin dövründə Ömər peyğəmbərlərin adlarını uşaqlara qoymağa qadağan etmişdi. Heç peyğəmbər adını uşaqlara qoymayın. Niyə? Hansı fakta əsasən? Yəni bu haqqı kim verir? Yəni niyə görə? Pis ad deyil ki. Kufə əhlinə məşhur yazdı və bildirdi ki, heç kim övladlarına peyğəmbər adını qoymasın. Əmr etdi ki, cəmaət uşaqların adlarını dəyişdirsinlər. Mənbə var, mən də onu oxumuram. Ad qoymaq sevgini bildirirsə, deməli adı qoymamaq əksi sevginin olmasını bildirir və düşmənçiliyi bildirir. Yəni sizə deyəndə bir rahat danışın. Deməli, qarşı tərəfin fikrinə görə Ömərin peyğəmbərlərə düşmənçiliyi olub. Axı bu mümkün deyil. Elə desə, necə bəs o möminlərin xəlifəsidir. Elə deyilsə, ona sən iddian səhvdir. Haris oğluna İbrahim adını qoymuşdu. Malik öz oğluna İcda adını qoymuşdu. Səəd öz oğluna Səələbə adını vermişdi. Ömər isə o adı dəyişdirdi. Əbdürrəhman və Muəlla adını qoydu. Mənbə də var. Başqa məsələ. Bu da demişlər, bitirək. Əbu Bəkir öz oğlunun adını üzrə qoyub Abdul Uzza. Abd, yəni bəndə. Uzza bütlərin birinin adıdır. Yəni Uzza adlı bütünün bəndəsi. Uzza adlı bütün bəndəsi. Deməli, Əbu Bəkir bütün sevirmiş ki, onun adını oğlundan qoyub. Əgər o bütə sitayiş etməyirsə, bəs nə üçün oğluna bütün bəndəsi adını verib? Sonra, qarşı tərəf bu iki nəfərin İslamdan əvvəl bütə sitayiş etməsini inkar etsə də, amma öz mənbələri var ki, bu həqiqət əvvəllər ona işimiz yox. Ki, o etiqadda olur, ona işimiz yoxdan deyil, olub əvvəlləri hər bir halda. Sonra burada var, kim neçə nəfərdən sonra, kim neçənci İslam dinin qəbulu, onlar da bilmirəm, mən burada daha demirəm. Ömərin bacısı müsəlman olandan sonra Ömər onu döyürdü. Bacısı da ona bütpərəst deyirdi. Bunlar, mən niyə bu dedim? Çünki bunların əvvəlinin o yolda olması. Deyər ki, məsələn, Əbubəkrin oğluna, öz oğluna Əbdülüzza qoymasına hardasa haqq qazanmaq olar ki, evi yoxdur, əvvəl adam o yolda olub, sonra məsələn, gəlib İslam dinində olubdan əvvəl o yolda belə adı qoyub, əvvəlki vaxtları uşağına. Bəs nəyə görə bu bəyadıdır? İkinci xəlifə olduğu halda peyğəmbər adlarının qoyulmasını icazə vermirdi, hansı vaxta əsasən və hansı haqqa əsasən. Sonra, bura görək, bəslər daha. Məlumatlar var, bu öz yazdan xülasə mən dedim ki, məsələni bilək. Qısa konkret, övladların gözəl adla adlanması valideyn bu haqdır. Onu o adla çağırın, uşaq sevinsin. Adın mənası olsun ki, uşaqda müəyyən mənada müsbət təsir bağışlasın və ən azından o mənəvi cəhətdən sıxılmasın, onu o addan çağıranda. Və adların qoyulması bəzi hallarda müəyyən şeylə əsaslanıb. Fakt var ki, məsələn, bəyadıdır, Əliyyəsim oğluna Osman adını qoyur, çünki bunun Osmanlı dostu vardır və dünyasını dəyişir, onun xatirinə onun yad olunması üçün onun adını öz oğlundan qoydu. Fakt var, bəli.
Amma başqa mənalarda desək ki, bunlar öz övladlarına, filan kəslərin şəninə, filan kəsləri çox sevdiyi üçün və ya bunlar arası qəşəng dost olublar deyə, bu ona söz vermir. Məndə mənbələri var. O vaxt neçə nəfər adam adları Əbubəkr ibn Osman oldu. Yəni ad sığortalanmayıb ki, bu adı qoyursan, deməli 10 adını qoyursan. Nə əlaqəsi var? Bəlkə məsələn bir nəfər öz övladına adı qoyur, babasının adı. Babası onda heç bir yaşamırdı həmin adam. Doğulmamışdı. Ta bunun adını qoysun ona. Bir addır da. Adını qoymalına vaxtdan sevgi bildirir. O vaxt bildirir ki, bunun müəyyən sübutu olsun. İmam Əlinin oğluna Osman adını qoyduğu kimi. Mən də bir şey paylaşmışdım. Mənim də xoşum gəlir. Çox həm də əla bir testdir bu. Özümüzü test edirik. Birinci özümü. Biz dindarların zihni. Yazmışım ki, Allah İmam Əlinin statü qoymuşum çoxdan. İmam Əlinin dostu Osmana rəhmət eləsin. Düşlər üstümə, ay bu elədir, belədir. Deyəm ki, mən hası Osman deyirəm. Adam bu bax bəyadım var, o reaksiya, düşüncə. Biz bir şey görən ki, eşlən ki, tez reaksiya bildiririk. Baxsan ki, qulağın eşitməsi nağdından yarısı batildir. İndi tərəf adil olsa, etibar o heç. Bəzi hallar bizim gözümüzə səhv olur. Biz görür bu duzdur. Dadırıq, görür yox, presop imiş. Oxşayır bir-birinə. İnsan toxunmamış, o insana ki var 5 dənə hissiyat qüvvəsi, tək birdən kifayətlənməli deyilsən. Əgər sən emosiya ilə yox, imanla dəqiq bilməlisənsə, dadmalısan. Dadmasan, sırf gözlə baxsam, deməli sən artıq şəxsi məsələyə gedirsən. Şəxsiyə geçsən, orada artıq iman olmayacaq. Bax, İmam Əli, İmam Həsən və digər imam peyğəmbərlərimiz din qalması üçün bəzən şəxsi məsələlərdən susurdular. İmam Əlinin 25 il sükutu, səbri, sükutdan səbri fərqlidir. Səbri, İmam Həsənin sülhü və ilaxı. Bunlar din qalsın deyə. Şəxsinə qalsa, 50 atada qılınca 50 illər istədiyin. Amma din düşür təhlükə altına deyə əlin qılınca atmadı. O ki, dini məsələlərdə əvvəl demişəm, emosiyaya qapınaq, məsələn, mən beləyəm, mənim xasiyyətim, mən kişi xilaqəm, mən qadınam, mən force deyə bilərəm, nə bilim, nədir bu, naz deyə bilərəm, mən nazımı çəkməyə lazımdır, mən ərkün olmuşam, mənim bürcüm belədir, çox təəssüf, mən bu bürcə getmir bunlar. Elmi inkişaf, düşüncənin qüvvətli olması, imanın kamilli olması üçün dediyim, kənara qoymalısan. Mən neçə bu işin içərisindən görürəm. Kim kənara qoyursa, qazanıb, elminlə qazanıb, əxlaqını da kamilləşdirib. Amma bunları qabartsan, bunları qabağa verirsən, yox. Bu bürc belə deyir, onun bürcü elə deyir. Mənim də bürcüm var, sənin də bürcün var. Məsələn, filan bürc elə, hamısı insanın xasiyyətlidir, hamısı özümüzsən bürcün deyə ili müqəddəsə, bu filan bürcü, bu adam belədir. Ona əsas vermir. Onda hələ Yezid deyər ki, mənim bürcün içində, bu mənim bürcümdə doğulan adam qanıçəndir, mənə qanıçəni eləmişəmsə, mənə günahım var ki, bürcüm mən alımı yazmazdı. Bunlar hamısının kökü gedib çıxır nəyə savadsızlığa, alın yazsın ilk dəfə deyən olub iblis. 16-cı Ərəb surəsindədir, bu mənim zehnimdə qalıb. Fəbimə əğvaytəni, Allah sən ki məni azdırdın, demirəm, mən özümü azdım. Adəmin qarşısına baş əymədim. Deyir, sən mən azdırdın. Oxumuşdur da Allah hamımızın təhsili var. Orta məşq, ali məşq. 5 aldım, 2 verdi. Bu mən çox demişəm, misala. Atı müəllim boyuna 2 alanda. Özümüzə verir nisbət 5 alanda. Çünki bu səfirlıq yaxşı bir şeydir. Bu da həmçinin. O ən onda atı bürcün boyuna. Talih, qismət, bəxt. Nə qədər elçi gəlir məsələn qız var. Və xanım özü. Ağatda oğlan gözləyir. Qaşı elə olsun. Gözə belə olsun, boza belə olsun, saqqala belə olsun, nəlim belə yerisin, belə danışsın, güclü olsun. Sonra nə bilim, nə sayır da, düzdür. O elə bir şəxs var ümumiyyətlə ki, hər cəhətdən super. İmam Peyğəmbər bunlar heç. Başqa şəxs var, bu adam hər cəhətdən əladır. Həm də güclü olsun, məndən qorusun, əlim elə olsun, belə olsun, həm də güclü adam mənə tabi olsun. Bu nə məntiqdir? Deyirsən ki, güclü olsun, belə yekəpərə olsun, o deyən olsun, əlin yumruğu olsun, zəhmi olsun, amma mənə tabi olsun. Belə bir şey ola bilər. Bəzən insan nə hissi özü bilmir. Hər gün düşür başqa fikirlərə.
Gəlirlər elçi, onun burası belə, orası belə, mənim ağ atlıdır, qara atlıdır, nə. Vəssam, almadı, oldu 50, 60, 70, 80 yaşı. Kimdir ki, mən el səhvimdən boyun qaçırdım deyə qaldım subay. Nə deyirlər? Mən yolum bağlayıblar. Mən bəxtim bağlıdır. Sən bəxti bağlansa, sən evə elçi gələrdi heç. Biz inanırıq, deyir ki, qızın bəxtini bağlıblar da. Gəl molla yanına, gəl dua yazır, psixoloq yanına. O da qəşəng sənlə qazanır. Mollası da, psixoloqu da, fırlaqçı da, falçısı da. Düşünmürsən ki, sən özünü bədbəxt eləməsən, sən harasa pul vermək istəyirsən, gedib payla da. Və bu biz artıq dinin boynuna. Belə şeylər, mən niyə bunlar dedim? Bizdə olmalıdır əzizlər. Biz fərqli olmalıyıq. Düzdür, hamımız vətəndaşıq, bizim hamımız əzizlərimizdir, qohumlarımızdır, ölkəmizdə yaşayanlar, rayonumuzda, kənddə, şəhərimizdə. Sadəcə biz etiqad baxımından, düşüncə baxımından, tez qərar verməməlilik baxımından fərqli olmalıyıq. Fərqimiz olmasa, tək namazımız, saqqalımız, tək hicab cəhətdən bir fərqlənirsə, bu mənası olmasın. Məsuliyyətli olmaq lazımdır. Nədir məsuliyyət? Həmin dəqiqə qərar qəbul etməmək. Və son cümlə, uşaq hamımız görürük ki, günəş batır dənizdə. Və belə bilirdik. Zaman görürük, yoxu dənizə batmır. Düzü gözlə görürük onu. Göz görür ki, həqiqi batdı da bu orada. Zaman keçir, görür ki, yox, elə deyilmiş. Yəni, zaman nəyə dedim? Yəni, sən mühəm şey görəndə, eşkəndə, həm dəqiqə ani qərar vermə. Düşün, götür qoy elə və ya sən iki nəfərin məsələsi var, gəlirsə biri deyir, həm də qərar qəbul etməlisən, yox, dinli obrun da. Yəni, ancaq bu düzgün danışır, bəlkə bunda bir səhvləri var. Qərar qəbul etmək istəyirsənsə, mənlə gözünüzü ədalətlə, o dinliyim sonra. Ancaq mən sən dinləsəm, qərar versəm, məndən qərar gözləmə. Yəni, bu ancaq bir nəfərin tərəfini saxlamaqlı olacaq. Baxıram, elə məsələ var ki, sən o adam tanıyırsan, işin içərisindəsən, sən də orada idin, o heç. Onda qərar qəbul edirsən. Amma adi hallarda tələsmək lazım deyil, düşüncəmizə nə qədər sahib çıxsaq, ağalıq etsək, o mən deyilən qüvvəmizə ağalıq etsək, o bizə tabi olsa, biz ən azı rahat olacaq. Görürsünüz, nə qədər mömin insan var ki, nə qədər problem, çətinlik, rahat. Həyatını davam edir, rahat. Özün mənasız yeri darıxdırmır. Özü mənasız yerdə əsəbləşdirmir. O hədisdə var, o problem ki, bugün var, sabah yox, niyə özü dağıtırsan? O dərk ki, sənlə gəlməyib və sənlə getməyəcək torpağa, niyə özünü rahatlayırsan? Düzdür, demirəm, insan soyuqqanlı olsun, yox. İnsan eləməlidir, zəhmət çəksin, ailəsinə baxsın, məsələn, edə sınıb, dağılıb, düzəltməlidir qadın və ya kişi, əl-ələ verərik. Amma elə şey var ki, onu ürəyəmə almağa dəymir. Və olub da, yaxşı. Bundan böyük ola bilər də. Orada çalışaq ki, dayaz düşünmə, dərin düşünə. Və son cümlə, deyim, ondan azı qılışdı, daha devamlı. O deyir, dərk, demişəm bu sizə, dərk. Deyir ki, filan şey dərk elə. Dərk elə, nə demək dərk? Dərk, dəryanın ən dərin yeridir. Dənizin ən dərin yerdən dərk deyirlər. Yəni nə? Bir şeyi dərindən analiz elə, sonra sən o barədə qərar ver. Bu qədər. Allah ilimizi artıq etsin. Allah yolun gözlədiyimiz 12-ci mamızın gəlişini tezləşdirsin. Amin. Allahümmə səllə əla Muhammed və Muhammed və akkil faracanım.